Müzakirəyə çıxarılan maliyyə icarəsi haqqında qanun layihəsi ölkəmizdə maliyyə alətlərinin şaxələndirilməsi və real sektorun inkişafına töhfə vermək məqsədi daşıyır. Layihənin əsas mahiyyəti maliyyə icarəsi, yəni leasing fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etmək, şəffaflığı artırmaq və institusional nəzarət mexanizmlərini gücləndirməkdən ibarətdir. Sənəddə leasing münasibətlərinin əsas elementləri, yəni tərəflər, müqavilə formaları, ödəniş mexanizmləri, riskin bölgüsü və ümumiyyətlə nəzarət sistemi əhatəli şəkildə tənzimlənir. Qanunun qəbulu xüsusilə kiçik və orta biznes subyektləri üçün alternativ maliyyə mənbələrinə əlçatanlığı gücləndirəcək. Bildiyiniz kimi, bir çox sahibkarlar üçün bank kreditlərinə çıxış məhduddur. Maliyyə icarəsi ilkin böyük kapital qoyuluşu olmadan istehsal vasitələri əldə etməyə imkan verən çevik mexanizmdir. Ölkəmizdə maliyyə icarəsi fəaliyyəti müəyyən təcrübəyə malikdir. Xüsusilə kənd təsərrüfatı sektorunda geniş tətbiq olunur. Əsasən agrotexnikanın, suvarma sistemlərinin və emal avadanlıqlarının fermerlərə verilməsi üçün qurulan bir mexanizmdir. Lakin leasing xidməti ölkəmizdə yalnız dövlət dəstəyi ilə fəaliyyət göstərir. Ona görə də fermerlər yalnız dövlətdən texnika əldə etmək imkanı əldə ediblər. İlkin ödənişlər aşağı səviyyədə müəyyən olunub, ödəniş müddətləri isə uzun müddətli olaraq tənzimlənib. Bəzi hallarda dövlət subsidiyaları vasitəsilə leasing ödənişlərinin bir hissəsini kompensasiya eləyir ki, fermerlərin maliyyə yükü azalsın. Nəticədə kənd təsərrüfatına texniki təminat, mexanikləşmə və istehsal müəyyən qədər artıb. Lakin təkcə dövlət yardımı kifayət deyil. Özəl leasing şirkətlərinin payı ölkəmizdə aşağıdır və bazarda rəqabət mühiti arzu olunan səviyyədə deyil. İkincisi, leasing əməliyyatları əsasən kənd təsərrüfatı texnikası ilə məhdudlaşır. Halbuki beynəlxalq təcrübədə leasing sənaye avadanlıqları, logistika, tikinti, tibb, texnologiya və xidmət sektorlarında da geniş tətbiq olunur. Ona görə də ölkəmizdə leasing sektorlar üzrə bölgüsünü leasingin artırmağa ehtiyac duyur. Üçüncüsü, leasing xidmətlərinə çıxış imkanları bütün sahibkarlar üçün bərabər deyil. Xüsusilə kiçik fermerlər və mikro sahibkarlar prosedurların mürəkkəbliyi, məlumat çatışmazlığı və bəzən təminat tələblərinin çətinliklərindən şikayət edirlər. Dördüncüsü, leasing müqavilələri üzrə maarifləndirməyə ehtiyac var. Çünki sahibkarlar leasingin üstünlükləri, riskləri və hüquqi nəticələri barədə tam məlumatlı olmalıdırlar. Beynəlxalq təcrübədə müxtəlif modellərin mövcudluğunu görürük. İnkişaf etmiş ölkələrdə leasing bazarı investisiyaların mühüm hissəsini təşkil edir. Məsələn, Avropa ölkələrində müəssisələrin əsas vəsaitlərə yatırdığı investisiyaların əhəmiyyətli hissəsi məhz leasing vasitəsilə maliyyələşdirilir. Gürcüstanda leasing fəaliyyəti daha çox bazar iqtisadiyyatı prinsipləri əsasında və bank sektoruna inteqrasiya olunmuş şəkildə fəaliyyət aparır. Burada leasing şirkətlərinin mühüm hissəsi kommersiya banklarının törəmə qurumları kimi fəaliyyətdədir. Nəticədə leasing xidmətləri digər maliyyə məhsullarından birlikdə təqdim olunur. Yəni, istehsal avadanlıqları, nəqliyyat vasitələri, tikinti texnikası və digər əsas vəsaitlər leasing yolundan maliyyələşir. Eyni zamanda onların beynəlxalq maliyyə mənbələrinə də çıxışı var. Amma hərçənd Gürcüstanın özündə leasing sistemi ÖDM-də yenə də yüksək paya malik deyil. Ona görə də layihənin təkmilləşdirilməsi ilə bağlı bir neçə qısa təkliflərimizi səsləndirmək istəyirik. Birincisi, leasing əməliyyatları üzrə vergi təşviqlərinə ehtiyac var. Əks halda özəl sektoru sahəyə cəlb eləmək çətin olacaq. İkincisi, mikro və kiçik sahibkarlar üçün sadələşdirilmiş leasing mexanizmlərinin, indi bu termin dəyişikliğinə biz keçsək, maliyyə icarəsi mexanizmlərinin yaradılmasına ehtiyac var. Üçüncüsü, regionlarda fəaliyyət göstərən sahibkarların istifadəsi üçün prosedurlar daha əlçatan olmalıdır. Dördüncüsü, istehlakçı hüquqlarının qorunması mexanizmlərinin gücləndirilməsinə ehtiyac var. Nəhayət, leasing bazarının inkişafı üçün zəmanət fondları, riskin paylaşma mexanizmləri və dövlət özəl tərəfdaşlığı burada da geniş tətbiq oluna bilər. Ümumilikdə təqdim olunan qanun layihəsi maliyyə sektorunun inkişafına, investisiya mühitinin yaxşılaşdırılmasına və iqtisadi artıma müsbət təsir göstərəcəyinə görə ona səs verəcəyik. Sağ olun.